Ve bu tapşırığa baxırıq. Bu tapşırıqda nə istəyir? X, Y, Z onluqdadır. Burada 8-likdə və 6-lıqda verilən say sistemində müxtəlif rəqəmlərdir. Müxtəlif say sistemində verilmiş 3 rəqəmli ədədlərdir. Və bu 3 rəqəmli ədədlər üzərində xətti onun 3 rəqəmli ədəd olduğunu göstərir. Bunun cəminin ala biləcəyi ən böyük qiyməti, yəni X, Z-i, Y-i 16-lıqda onluğa çeviririk. Və deyir ki, burada X, Y, Z-in bir-birindən asılı deyil, fərqli rəqəmlərdir. Bunun üçün nə edirik? Əvvəlcə gəlin bunları müxtəlif say sistemində olan ədədləri bir yerə yığaq. Demək, Y, Z onluqda üzərinə gəlirik. Y, Z, X 8-likdə və üzərinə gəlirik Z, X, Y 6-lıqda. Yəni, bunlar 3 rəqəmlidir. Bunları yığırıq bir yerə. Bunları bir yerə yığmaq üçün X vururuq onun kvadratına. Niyə onun kvadratına? Çünki 0, 1, 2 yazırıq ona görə. Üzərinə var. Y vururuq ona və üzərinə gəlirik Z-i. Yine eyni qayda ilə 0, 1, 2 Y vururuq 8-in kvadratına. Üzərinə gəl. Bir dəqiqə bu fokuslansın. Bu niyə fokuslanmadı ki? Z-i vururuq 8-ə və üzərinə X gəlirik. Və keçirik bura. Buradan üzərinə gəlirik. Burada 0, 1, 2 yəni Z vurulsun 6-nın Z-in üstündə neçədir? 2-dir. 6-nın kvadratı üstə gəl. X-in üstündə 1-dir, 6-dır. X vururuq. 6-nın üstündə 1-dir. Biz 1-i çox vaxt yazmırıq, yəni ehtiyac yoxdur. Burada da 6 Y vururuq. Y vururuq. 6-nın üstü 0-a. Bu da 1 olduğuna görə ümumiyyətlə bunu da çox vaxt yazmırıq. Heç ehtiyac da yoxdur yazmaq. Yağ bir yerə hamısını. 1x'imiz buradadır. 1x'imiz haradadır tapaq. Biri burada, biri haradadır, biri də buradadır. Demək, 100x üstünə gəl. Bir dənə buradadır. X üstünə gəl. 6x. Bunu yazdıq. İndi keçək Y-ə. Bir Y-imiz buradadır. Biri buradadır. O birisi dədir buradadır. Demək burada. 10 Y üstə gəl. Y 8-in kvadrat 64 Y. Üzərinə gəl sadəcə bir dənə Y. Bir dənə də Y. Burada belə və keçirik Z-də. Z-imizə baxırıq. Z-imiz adı. Biri burada var. Qoy bir ay yazaq. Z üstə gəl. İkinci bir Z-imiz vardadır. Biri burada gizlənib. 8Z. 8Z. Üçüncü Z-imiz dədir. Burada. 36. Bunların hamısını toplayaq. Bu bir yer deyil. 107. 107. Üstə gəl. Demək 64 10. 74 bir də var 75. 75 Y. Üstə gəl neçə? Üstə gəl 8 36. 8 ilə 36. 8 6 14 44 bir də 45. 45 Z. İndi burada diqqətlə baxırıq. Demək çoxdan ən böyük deyirsə böyük X gəlir, sonra Y-dir, sonra da Z-dir. Hansı say sistemində götürülür? Bura baxırıq və ədədlər ən kiçik 6-dır.
altının alabileceği en büyük kıymetler. Altının alabileceği en büyük kıymetler 0, 1, 2, 3, 4, 5 idi ve onun alabileceği en büyük kıymetler farklı olsun. 5, 4, 3. Getdik buraya yazaq. 5, 4, 3. İndi keçək bu tərəfdə. Görə bizdə kitabdan bunu istəyir. Deyir ki, bunun x, z, y. X, z, y 16'lıqda. Gəl baxaq. X-imiz 5'dir. 5. Z-imiz neçədir? 3'dür. Y-imiz neçədir? 4'dür. 4'ü 16'lıqdan deyir keçir 10'luğa. Gəlin keçirək. Yeni qaydından 0, 1, 2, sonra neyini? 5'i vururuq 16'nın kvadratına üstə gəldik. Çox sadə bir şeydir. Hamı bilir bunu, amma yenə də yazıram. Üstə gəl. 4'e vururuq. 16 ise 0 zaten 1'dir. Yani bu 1'de onsuzda onu yazmanın hiç yeri yok idi. Keçək. Demək, gəlin biraz bunu sadələşdirək. 5'i vururuq. Bunu belə kvadratı falan necə eləyə bilərik? 2 üstü 4, 10 üstü 2. Bu belə yazmaq mənə daha rahatdır. Sonra 8'e 3, 6, 18. 8, 1, 3, 1, 4, 48. Üstüne de sadece 4 gələndə 4, 8, 4, 2, 1, 5, 52. Keçək bura. 4, 2, 8, 2 üstü 8. Biz buna deyirik 256. Onu da vuruq 5'e. 5'e vuranda 5, 6, 30, 0, 3, 25, 3, 8, 2, 10, 12. Sonra üstüne de 52 gələndə 52, 2, 8, 5, 3, 1, 2 burada, bir de burada 3, 1 cavab eləyir. 1332 baxaq. 1332 cavab bəndə. Belə sadə bir şey.